Azərbaycan ürək-damar xəstəlikləri və ürək-damar ölümləri sayəsində dünyada ikinci yerdədir. Bəs bunun qarşısını necə almaq olar? Yəni biz sizə əvvəldə kardioreabilitasyon müalicə barəsində danışmışdıq. Bütün dünyada ürək xəstəliklərindən ölümün qarşısını almaq üçün və ürək xəstəliklərindən xəstələnmənin qarşısını almaq üçün istifadə olunan metoddur. Yəni kardioreabilitasyon metod istifadə olunmağa başlandıqdan sonra Avropada həm ürək ölümləri, həm ürək xəstəliklərindən təkrarı xəstələnmələr və həm də ürək xəstəlikləri ilə xəstələnmələr xeyli azalmışdır. Ürək xəstəliklərinin belə bir xüsusiyyəti vardır ki, bunlar xroniki xəstəliklərdir. Yəni tam müalicə olunmur. Yəni bir dəfə infarkt olanda ikinci dəfə təkrar oluna bilər və yaxud bir dəfə stent qoyulan xəstənin həmin o stent daralır və yaxud tutula bilər. Şuntlar da həmçinin. Və bu stentin ömrünü uzatmaq, təkrar infarktın qarşısını almaq və yaxud qoyulan şuntların bağlanmasının qarşısını almaq üçün ən effektiv müalicə yenə kardioreabilitasyon müalicədir. Və mən əminəm ki, biz Azərbaycanda bu kardioreabilitasyon müalicənin geniş tətbiqi nəticəsində ürək xəstəliklərindən həm xəstələnməni, həm ölümü qat-qat azalda bilərik.